Müğənni Kamilə Nəbiyeva ana olduqdan sonra həyatında baş verən böyük dəyişikliklərdən danışıb. Demokratas xəbər verir ki, sənətçi qonaqcanlı proqramında qonaq olarkən analıq hissinin onun dünya görüşünü və həyata baxışını tamamilə dəyişdirdiyini bildirib. Kamilə qeyd edib ki, övlad sahibi olmaq insanı daha da məsuliyyətli və həssas edir. Hər şey dəyişdi, məsuliyyətli olmağa başlayırsan. Bu hisslər dildə deyiləcək deyil. O qədər dərin və mənalı olur ki, həyat insanın gözündə daha dəyərli olur, deyə ifaçı səmimi etiraf edib. Müğənni vurğulayıb ki, ana olduqdan sonra vaxt bölgüsü, planlar və prioritetlər tamamilə fərqli istiqamət alır. Onun sözlərinə görə artıq hər addımını övladını düşünərək atır və gələcək planlarını da buna uyğun qurur. Kamilə bildirib ki, analıq ona həm daxili güc, həm də yeni ilham mənbəyi qazandırıb. Sənətçi əlavə edib ki, səhnə fəaliyyəti davam etsə də, həyatının mərkəzində artıq ailəsi və övladı dayanır. O, analığın qadını daha da yetkinləşdirdiyini və həyata fərqli gözlə baxmağa vadar etdiyini söyləyib. Qeyd edək ki, Kamilə Nəbiyeva ötən il prodüser Pərvin Fətəliyevlə ailə qurub, cütlük bir müddət əvvəl valideyn olmağın sevincini yaşayıb.